Mən başa düşmürəm, siz niyə belə mazokistsiz deyim, dəlisiz deyim. Üzünüzü bu günə qoyub külə çevirməklə güya qırışlarınız yox olacaq. Özünüzə yazığınız gəlsin. Qırışlardan azad olmaq üçün sağlamlığınızı riskə atmaqdan. Bu apteklərdə satılan 70 qəpiklik metil-uratil mazini alın. Qırışların dərinliyi azaldır, dərini daha sıx gərgin edir, dərinin yenilənməsinə kömək edir, kollagen sintezini artırır və üzdə sızanaq ləkələrini, yaraları sağaldır. Peelinglərdən sonra dərini çox yaxşı bərpa edir, dərini yumşaldır, quruluğu və soyulmasını götürür. Bu mazi tək üzə yox, quru dodaqlara, dirsellərə, hətta dabana da vurmaq olar. Və çatları da müalicə edir. Əgər yaşınız mənim kimi 30-u keçibsə və dəri problemləriniz daha ciddidir, yəni qırışlarınız daha dərindir və özünüz daha çox səpkili və ləkəlidirsə, sizə bu kremi retinolla birlikdə istifadə etməyi tövsiyə edərdim. Retinol qırışlarla mübarizədə daha effektivdir, ancaq bu kremlə birlikdə daha yaxşı effekt verir. Retinol dərini delikat yeniləyərək qırışları daha yaxşı açır və sızanaq və ləkələrlə mübarizədə daha effektivdir. Ancaq bir mənfi cəhəti var ki, ilk istifadələrdə dərini çox quruda və qıcıqlandıra bilər. Ona görə metil-uratillə istifadə edəndə bu mənfi cəhətlər demək olar ki, yox olur. Müsbət effektini daha tez görə bilərsiniz. Dərim əsəb və stressə qarşı məndə həmişə belə bir reaksiya verir və hal-hazırda videoda gördüyünüz nəticə dərin sızanaqların aradan qalxması və onlardan qalan ləkələrin solması bu bir həftə istifadəsinin nəticəsidir. Dedim ki, mən həkim deyiləm, öz təcrübəmlə bölüşürəm. İstifadə etdiyim retinolun linkini storydə paylaşacağam.